Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzu xəyanətlə bağlıdır. Niyə bəzi insanlar xəyanəti gördüyü təqdirdə adətən susqunluq içərisində belə də olmalıymış kimi timsahla yanaşırlar. Bilirsiniz, insanların psixologiyasında belə bir mitoloji davranış var. Qadından kişiyə, kişiyə qadına. Normalda yəni eləncə kişi yox, kişi ya da qadıncıq deyirlər xəyanət edən tipli insanlara. Qarşı tərəfə əzmək faktoru var. Bu avtomatik olaraq kimsəsiz, heç harda işləmirsə, bunu əzmək, bunun susqunluğundan istifadə eləmək metaforizmi formalaşır. İnsan psixologiyasının bəzi yerlərində, bəzi 70% insanlarda özünü göstərir. Özgüvənliyi bu tip mənfi aurada istifadə etməyə çalışırlar ki, artıq belə də olmalıymış kimi. O da heç harda işləmir, xüsusən qadınlarda olur və sən məcbur əzilirsən. Amma əslində qayda-qanun deyilən bir şey var. Hansı ki, həmin bəzən boş